Dünyada sülh üçün böyük gündür. İran bunun baş verməsini istəyir. Onlar üçün də artıq kifayətdir. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump sosial şəbəkə hesabında bildirib. O, eyni zamanda vurğulayıb ki, hamı üçün belədir. Amerika Birləşmiş Ştatları Hörmüz boğazında yaranmış nəqliyyat sıxlığının aradan qaldırılmasına kömək edəcək. Çoxlu müsbət addımlar atılacaq. Böyük pullar qazanılacaq. İran yenidən qurma prosesinə başlaya bilər. Biz müxtəlif növ təchizatla yüklənəcəyik və hər şeyin qaydasına getdiyinə əmin olmaq üçün sadəcə orada qalacağıq. Mən buna inanıram ki, belə də olacaq. Amerika Birləşmiş Ştatlarında yaşadığımız kimi bu yaxın şərq üçün də qızıl dövr ola bilər, deyə Trump vurğulayıb. Qeyd edək ki, dünən axşam saatlarında ABŞ prezidenti Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu 2 həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb. Trumpın sözlərinə görə, bu qərar Pakistanın baş naziri Şahbaz Şərif və Field Marshal Asim Munirlə aparılan danışıqlardan sonra qəbul edilib. O, bildirib ki, söhbət iki tərəfli atəşkəsdən gedir və ABŞ artıq qarşıya qoyulan bir çox hərbi məqsədləri yerinə yetirib. ABŞ lideri həmçinin qeyd edib ki, Vaşinqton İrandan 10 bəndlik təklif alıb və onu danışıqlar üçün mümkün əsas kimi nəzərdən keçirir. Məlumata görə İranla Amerika Birləşmiş Ştatları və İsrail arasında atəşkəs aprelin 10-undan qüvvəyə minəcək.